Salam yoldaşlar, hədəfin quiz izahlarına davam edirik. Növbəti testimiz DQT nömrə 22 elektroman rəqsləri və davalardır. Başlayaq. 1. Rəqs konturda yaranan elektroman rəqslərin periodları eynidir. Bu zaman sarğacların indüklərini müqayisə edin deyir. Periodlar eynisi yaza bilərik. T1 bərabərdir. T2. T1-in yerinə yazaram. 2 pi kök altında 51 S1. T2-in yerinə yazaram. 2 pi kök altında 52 S2. 2 pilər gedər ixtisar. Kökələr gedər qalar. 51 S1 bərabərdir 52 S2. 51 vurulsun. Birincinin tutumunu bizə 9C verib, ikincinin tutumunu bizə verib neçə uşaqlar C verib. Burada C-lər ixtisar gedir, qalır 52 bərabər 9 51-ə. Cavabımız olacaq 1-də B var. 5. Rəqs konturunda kondensatorun yükünü zamandan asılı qrafik verilmişdir. Qrafikin hansı hissəsində elektrik sahəsi enerjisi artır deyir. Elektrik sahəsi enerjisi artırsa, ona aid olan kəmiyyətlər yük də, gərginlik də artmış olur. Yəni burada görürəm ki, 0-dan 1-ə və 2-dən 3-ə yükün qiyməti artır. Yükün qiyməti artırsa elektrik sahəsi enerjisində qiyməti artmış olur. Cavabımız olacaq 5-də A variantı. 2. Amper vurulsun volt bölünsün metr kvadrat ifadəsi hansı bir skemetin vahidinə uyğundur? Yoldaşlar, şualanma selinin sıxlığının ifadəsi I bərabərdir. Güc bölünsün sahədir. Gücün yerinə yaza bilərəm enerji bölünsün zaman. Enerjinin vahidi jouldur. Sahənin vahidi metr kvadrat, zamanın vahidi saniyə. Joulun yerinə yaza bilərəm Newton vur metr. Bu bölünəcək metr kvadrat vur saniyə. Ya da joulun yerinə yaza bilərəm iş bərabərdir I kvadratı ya IUT yazsaq, IUT-dən yaza bilərəm. Amper vurulsun volt vurulsun saniyə. İş bərabərdir. Cərəyan şiddəti vurulsun, gərginlik vurulsun zaman ifadəsinə görə solun yerinə yaza bilərəm. Amper vurulsun, volt vurulsun saniyə. Bölünəcək nəyə? Metr kvadrat vur saniyə. Saniyələr ixtisar gedər, qalar nə ilə? Amper vurulsun, volt bölünsün metr kvadrat. Yəni eyni şey gəldi mi? Gəldi. Yəni bu bizə verir şualma selinin sıxlığını. 2-də cavabımız olacaq A variantı. 6. Rəqs konturunda kondensatorun yükü bu qanunla dəyişir. Bu zaman cərəyan şiddətinin zamandan asılıq tənliyi necə olar? Cərəyan şiddəti bərabərdir yükün zamandan asılıq tənliyinə. Yükün zamandan asılıq törəməsinə. Yəni buradan törəməsini tapsaq bu ifadənin %4 qalır yerində. 40 pi vurulur əmsala. Kosinus çevrilir sinusa. 40 pi qalır yerində və kosinus sinusa çevrildiyi üçün mənfi olur. Bu bizə verir mənfi. %4-ü vursam 40-a və vursam pi-yə bizə nə verər? %4-ü vursa 40-a bizə verəcək 1/6 pi sinus 40 pi t. Pi'yə də vursam 1/6 nə olacaq? 1/6 vur 3, yəni mənfi 4,8 sinus 40 pi t cavabım almış olacaq. Və belə bir cavab olmadığı üçün burada buna ən yaxın variant D variantıdır. Sadəcə burada 0,48 yox, 4,8 olmalı idi. Davam edək növbəti sualımızla 3. Elektron rəqslərin tezliyini necə dəyişmək lazımdır ki, elektrik sahəsi intensivliyi qiyməti 4 dəfə artsın. Elektrik sahəsi intensivliyi tezliyin 4-cü dərəcəsi ilə mütənasibdir. Yəni tezlik əgər kökdə 2 dəfə artırsa, kökdəkinin 4-cü dərəcəsini tapsaq, bu bizə verəcək 2-nin kvadratı, yəni 4 dəfə artmış olacaq. Cavabımız olacaq burada Y variantı. Elektrik sahəsi intensivliyi tezliyin 4-cü dərəcəsi ilə mütənasibdir. Sonra 4-cü sual. Rezonans əyrililərinə görə aktiv müqamətləri müqayisə edin. Cərəyan şiddətinin qiyməti artdıqca, müqamətin qiyməti artdıqca cərəyan şiddətinin qiyməti azalır. Müqamətin qiyməti azaldıqca cərəyan şiddətinin qiyməti artmış olur və burada da ən kiçik cərəyan şiddəti 3-də olduğu üçün burada müqamətin qiyməti, aktiv müqamətin qiyməti daha çox olacaq. R2 ortada, ən yüksək amplitudlu cərəyan şiddətinin qiyməti olan 1-də isə
Müqavimətin qiyməti daha az olmuş olacaq. Cavabımız olacaq 4-də C variantı. 7-ci sualda isə uşaqlar, şəkildə müxtəlif növ rəqslərin qrafiklər verilmişdir, deyir. Hansı qrafik səs tezli rəqslərə uyğundur? A variantı yüksək tezlikli rəqslərə, B variantı pulyasiya, C variantı isə modullaşmış rəqslərə uyğundur. Y variantı isə səs tezlikli rəqslərə uyğun gəlir. Cavabımız olacaq 7-də Y variantı. Sonra davam edən növbəti səhifəmizdən. Severus'un 2pi kök altı LC ifadəsi ilə hansı bir skemat təyin olunur? Burada 2pi kök altı LC periodun ifadəsidir və periodu işıq sürətinə vursaq bizə verəcək dalğa uzunluğunu, yəni elektromagnetik dalğasının uzunluğu. Cavabımız olacaq 8-də D variantı. 12 elektroman rəqslərində zamana görə dəyişən kəmiyyətlər hansılardır? Zamana görə dəyişən kəmiyyətlər yük, cərəyan şiddəti və gərginlikdir. Cavabımız olacaq 12-də C variantı. 13. Nöqtəyə mənbənin gücü verilib. Mənbədən 20 metr məsafədə şalama selinin sıxlığını deyir hesab. Şalama selinin sıxlığının ifadəsi I bərabər P bölünsün C-dir. Burada sahəni yerinə yaza bilərəm. Daha doğrusu gücün yerinə yaza bilərəm. Enerji bölünsün zaman. Və yaxud burada bunu yazmaya ehtiyac yoxdur. Gücün qiymətini bizə verib onsuz. Bunu yazmaya ehtiyac yoxdur. Güc bölünsün. Sahəni yerinə yazaram. 4 pi r kvadrat sferanın sahəsi. Burada gücün qiyməti bizə verib 1.8 mega olduğu 10 üstü 6. 4 pi də 3-dür. R kvadrat isə yəni r-i bizə verib 20. 20-nin kvadratı bizə verəcək 400. İxtisallar gedər qalar burada 375 və şalama selinin vahidi, yəni volt bölünsün metrin kvadrat. Watt bölünsün metrin kvadrat. 9. Rəqs konturunda sərbəst elektron rəqsləri zamanında kondensator elektrik sahəsi enerjisinin sağcı mane sahəsi enerjisi asılı qrafikinə əsasən A nöqtəsinə uyğun elektrik sahəsi enerjisini hesablayın deyir. Yoldaşlar, burada elektrik sahəsi enerjisinin maksimal qiyməti olan 60 bizə verir tam enerjini. Deməli, tam enerji 60 millijouldur. Və burada maqnetin də elə maksimal qiymətini verib, o da 60-dır. Hər iki halda tam enerji qiyməti 60-dır. Və burada 40 maqnet sahəsi enerjisinin ani qiymətidir. Onu da elektrik sahəsi enerjisinin ani qiymətini tapsaq, tam enerjidən çıxacaq maqnet sahəsi enerjisinin ani qiymətini. Yəni 60-dan çıxacaq 40-ı, cavabımız verəcək 20 joule. İkisi də onsuz milli. Əslində burada milli olmalı idi. Cavab D variantı. Sonra 11. Aşağıdakı hallardan hansıları etimat dalğası şüalandırır? Elektron. Bu zaman etimat dalğasının şüalanması üçün təcili hərəkət etməlidir. Yəni şərtimizdə təcili hərəkət olmalıdır. Bir variantı doğrudur. Çevrə boyunca bərabər sürətli hərəkət təcili hərəkətdir. 2. Düz xətti bərabər sürətli hərəkətdə təcil yoxdur. Bunu götürə bilmərəm. Sükunətli olanda yenə təcil yoxdur. Təcil 0. Onu da götürə bilmərəm. Və rəqsi hərəkət yenə təcili hərəkətdir. Cavabımız olacaq 1 ilə 4. 10. Şuama selinin sıxlığı hansı ifadə təyin olunur? Birbaşa ifadəmizi yazaq. Omega C. Cavabımız olacaq. Onda A variantı. BC kosinus alfa bizə verir maqnit selinin ifadəsini. B bölü B0 maqnit nüfuzluğunu. Lambda nu sürətin ifadəsidir və B və L sinus alfa isə bizə verir induksiya EHG-sinin ifadəsini. EHG. 11. Hansı yüklü zərzinin ətrafında elektromagnetik dalğaları yaranır? Etimat dağının yaranması dedi ki, təcili hərəkət etməlidir. Yəni sürət dəyişməlidir. Sürətin dəyişdiyi variantlar 3 variantı doğrudur. Cavabımız olacaq burada 11-də C variantı. 1-də və 2-də sürət dəyişmir, sabit qalır. 3-də isə sürət dəyişdiyi üçün cavabımız olacaq C variantı. 15. Şəkildə müxtəlif növ rəqslərin qrafikləri vermişdir. Uyğunluğu müəyyən edin deyir. Radioqabilizdə dioddan axan pulyasiya, yəni döyünən, cavabımız olacaq 1-də B variantına uyğundur. Radioqabilici telefondan axan səs tezlikli rəqslər, yəni A variantına uyğundur. Daha doğrusu Y variantına uyğundur. Y-dir. Və modullaşmış yüksək tezlikli rəqslər isə C variantına uyğun gəlir. 1-ə B, 2-ə Y, 3-ə də C variantı yoxdur. İzah bu qədər yoldaşlar. Növbəti izahlarda görüşənədək özünüzdən müğayyət olun.